Əhl-i Sünnənin Mu'təzilə məzhəbindən olan İbn Əbil-Hədid Əl-Mu'təzili Nəhcül Bələğə kitabına bir dənə şərh yazıb. Şərhu Nəhcül Bələğə cild 6 səhifə 13-də. Ənnə Aliyyən həmələ Fatimətə alə himarin və sərə bihə leylən ilə buyutil ənsar. İmam Ali əleyhissalam xanım Zəhranı səlamullah aleyhə bir miniyə mindirir və ənsarın evlərinə aparır gecə ikən. İlə buyutil ənsar. Ənsar yəni Mədinə əhli. Yəsəluhumun nusra. Onlardan kömək istəyir ki, gəlib İmam Ali əleyhissalam bəyət eləsinlər. Və təsəluhum Fatimətul intisarə ləhu. Həmçində xanım Zəhra səlamullah aleyhə ənsardan istəyir, atasının sahabələrindən, dostlarından tələb edir, istəyir ki, İmam Ali əleyhissalam kömək eləsinlər. Fəkanu yəqulun. Onlar belə deyidilər: "Yə bintə Rasulillah sallallahu aleyhi və səlləm. Ey Allah Rasulunun qızı, artıq biz bu kişiyə Əbu Bəkrə beyət etmişik. Əgər deyir sənin əmin oğlu bizə Əbu Bəkrdən qabaq gəlsəydi beyət üçün, biz ona beyət eləyərdik." Və İmam Ali əleyhissalam da həmin vaxtı peyğəmbərin cənazə işlərlə məşğul idi. Necə ki, elə burada qeyd eləyir. Bu hadisə Hicrətin 11-ci ilində baş verir. Təqribən 50 ildən sonra Yezid məlun lənətullah aleyh gəldi, xəlifə oldu. Muaviyə onun üçün beyət topladı. Vəhabilərin də dediyinə görə sahabilər gəldilər, Yezidə beyət elədilər. Halbuki İmam Hüseyn əleyhissalam bir daha orada xatırlanır. Necə ki, özündən qabaq İmam Həsən xatırladırdı. Ondan qabaq xanım Zəhra səlamullah aleyhə, ondan qabaq İmam Ali əleyhissalam. İmam Hüseyn də xatırlatdı ki, belə bir şəxsə beyət eləmək zillətdir. Belə bir şəxsə beyət eləsən İslamın fatihəsini vermək lazımdır. Amma yenə qulaq asmadılar. Bu şəxs xilafətinin 1-ci ilində İmam Hüseyni əleyhissalam şəhid elədi. Kəbə evini mancanaqla yandırdılar və Hicrətin 63-cü ilində, yəni xanım Zəhranın səlamullah aleyhə ənsarın evinə gəldiyi günlərdən düz 52 il sonra Mədinəlilərin məzlumiyyəti başladı. Onda xanım Zəhranı səlamullah aleyhə başa düşdülər. Əlbəttə həmin anda artıq o sahabələrin qapısına getmişdi xanım Zəhra. Onlar ya qoca idilər, ya dünyada yox idilər, bəziləri övladları qalmışdı. Yezid məlun lənətullah aleyh, hansı ki, vəhabilər ona rəhmət oxuyurlar. Allah onları Yezidlə məşhur eləsin, hər kim ki Yezidə rəhmət oxuyur. Bu insan Hərrə hadisəsi baş verdi. Bir qoşun yolladı. Həmin Mədinə ki, xanım Zəhra səlamullah aleyhə orada 52 il əvvəl demişdi, gəlin Əliyə beyət eləyin, yoxsa halınız pis olacaq, İslam aradan gedəcək, din aradan gedəcək, sünnə aradan gedəcək, fitnələr baş qaldıracaq. 52 il sonra Yezid bir qoşun yolladı Hərraya, Hərrə hadisəsi deyirlər buna. Mədinəyə bir qoşun yolladı. 3 gün ərzində bütün Mədinə əhlini talan elədilər, sahabiləri öldürdülər, sahabilər dağlara sığındılar, orada xanımlara təcavüz elədilər. Həmin o Mədinəlilərə.